Mən Zərgər Ağa, 25 ildir bu sənətdəyəm. Zərgərlik sənəti çox gözəl və tarixi bir sənətdir. Sənətə 15 yaşımda gəlmişəm. Atamın məsləhəti ilə gəlmişəm sənətə. Ustalarımın hər ikisi rəhmətə gedib. Bu işin incəlikləri səbirdir, dəqiqlikdir, düzgünlükdür. Məsəl üçün, uzun müddət işləməyin səbəbi düzgünlükdür. İşi dəqiq olması kimi insanlara sözündə də dəqiq olmalısan. Yəni, bu özü də çox. Sən, məsəl üçün, sən lap ən güclü dünyada zərgər ol, işində, sözündə dəqiq deyilsənsə, sən yaxşı zərgər deyilsən. Bu dəqiqə qızıl dünya bazarında pik qiymətə qalxıb. İş bizdə tempini salıb aşağı. Bəzən olur bu işdə, məsəl üçün, o qədər zərgərlər var ki, nə işi gəldi, götürüm işləyim, necə oldu, oxşadım ona. Ola bilər, görünüş baxımından o şeyi yığıb verə bilər ona. Amma kalite söhbəti var. Müştərinin məmnun olanda zərgərin özü də məmnun olur. Mən sənətkar özümə demək istəmirəm, çünki bizdən də gözəl sənətkarlar var. Yəni, çoxsu rəhmətə gedib. Bu dəqiqə texnologiya çox güclü inkişaf edib. Hər şey kompüterlə, qrafik ilə yığılır. Əvvəl biz o sıfırdan hər şey edirdik. Əvvəl əl işi. Sıfırdan qızılı yayırdın, kəsirdin, doğrayırdın, belə şeylərlə yığırdın. İndi elə deyil. İndi sadəcə 3D matriksdə işlər yığılır. Bahalı avadanlıqlardır hamısı. Çox bahalı avadanlıqlardır, həddindən artıq. Onlarla işlər yığılır və verilir, təqdim olunur ustaya. Usta onu səliqəli şəkildə elə bir işin 50% hazır olur. 50%-ni o işləyən ustanın səliqəsindən asılır. Bəzən olur, məsəl üçün, zərgərdir, internet vasitəsilə tanış olurlar, pul alır, yoxa çıxır. Başa düşürsünüz, belə şeylər də var. Bəzən olur, internetdən, məsələn, sifariş verirlər, qızıl tanımır, o zərgər kimdir, nədir. Gəldi, aldı, getdi, sonra başına gözünə döydüyü qalır ki, nə oldu? Bu qızıl belə çıxdı. Aşağı yarda çıxdı və yaxud da pulunun yarısını vermişəm, sifariş vaxtında çatmadı. Belə şeylərə diqqət eləsinlər. Bu işin demək olar ki, bizə yaxın olan ən birinci yerdə gedən Türkiyədir. Yəni, İstanbul. Türkiyədə çox möhtəşəm işlər görülür dünyanın çox yerinə. Qafqazda demək olar ki, Azərbaycandır birinci yerdə. Yəni, Qafqazda işinə görə, qızıla həvəsi olan model çeşidinə görə Qafqazda Azərbaycan bir nömrədir. Müştərilər olur, bizi götürürlər, qızılı bizdən alırlar, sabah verəcəm, büyün verəcəm, yoxa çıxırlar. Özdə bizə udar dəyəndə 100-200 manat dəymir, 5.000, 10.000, belə müştərilərimiz də var. Zərgərlik çox qədimli peşədir. Yəni, sən təsəvvür edir ki, bu zərgərlik sənəti piramidalar bilirsiniz də, yəqin ki, neçənci ondan da o tərəfə zərgərlik işləri var. Bunun tarixi bizə Osmanlıdan gəlir. Sultan Süleyman özü zərgər olub. Usta olub, özü. Yəni, qaşı özü qoysun, mantirov başqası yıxsın, yox. Bütün qaşlarına kimi, özü həmişə bahalı qaşdan, daşla özü qoyub, hədiyyə edib də. Bu iş elə bir işdir ki, bu işi hər bir yerdə qurub işləyə bilərsən. Bu günlərin burada yaşamadın, getdin hansısa bir başqa bir devlətdə yaşamağa, quraşdırdın, öz işini işlədin. Sən bir dənə bu stolu qoydun, götürdün, nəysə yondun, düzəltdin, işlədin, pul qazandın. Ömrü boyu sənin bir çörəyin var bu işdə.